Değerli izləyicim, bu arkada gördüğünüz böyük, nəhəng, şəxsi tikili ev Xırdalan şəhəri Heydərliyə Parkının yanında yerləşir. Mərkəzdə ev axtarırdınız. Bizə mərkəzdə ev ver. Bu da sənə mərkəzdə ev, həyəti geniş, çox gözəl bir həyəti olan evdir. Gəl, evin həyəti ilə tanış olaq. Bax, mərkəzdə ev axtarırsansa, bundan o tərəfə axtarma. Düz Heydərliyə Parkının bir addımlığında, yəni bir addımda prospekt yolunun kənarı Heydərliyə Parkı nə istəsən ətrafda var. Daxil olmuşuq həyətə, geniş bir həyəti var, çox geniş. Göstərək, evin qurqom arxa hissəsinə keçmək mümkündür. Sənəti kupçadır bu evin. Baxın, orada ehtiyat hamam sanuzel də var, göstərmirəm. Gələn adama xırda detalların hər birini göstərəcəm yerində. Evimiz köhnə tikili evdir, şəxsi tikili evdir, sənəti kupçadır. Genişlik axtaran müştərilərimiz gəlsin görək. Deməli, evin digər tərəfində keçmək olur. Burada ağaclar, dekorativ ağaclar da əkilib. İndi isə sözü uzatmadan keçək evin içərisinə doğru. Uzun sözün qısası, belə deyək. Evin əsas giriş hissəsi buradır. Bir dənə də şey sizin nəzərdən çatdıracağam. Evdə hal-hazırda yaşayış var və bu evdə aboylar cırılıb sökülməyib. Amma istəyən adama, alan adama ev sahibi tərəfindən buranın aboy işləri hədiyyədir. Getdik. Burada yerləşir evin geniş və səliqəli iki pəncərə düşən qonaq otağı. Göstərək evin qonaq otağını. Əziz izləyicilərimiz, nəzərinizə çatdıram ki, parkın ətrafında evi olan şeydir. Davam elə. Parkın ətrafında bu qiymətə belə bir ev hələ ki yoxdur. Burada, bax göstərək, geniş bir dənə dəhliz. Burada paltar şkafı da yığılıb. Bu hissədə birinci mərtəbənin hamamı və sanuzeli göstərək yolsunu. Geniş bir dənə də hamam otağı. Yerlər isti döşəmə. Hər şey var ha. Yəni nə axtarırsansa bu evdə onu tapmısan sən. Çünki parkın yanında bu qiymətə belə bir ev hələ ki yoxdur. Buradan keçirik evin. Bax, mətbəx belə olmalı da qardaş. Evin qiyməti yaxşı, mətbəxi yaxşı, otaqlar ya, hər şey əladır. Yəni bu evdə çepə deyilən bir şey yoxdur. Mərkəzdə ev axtarırsansa, gözəl bir fürsətlə sənin qarşındayım. İndi isə qalxırıq ikinci mərtəbəyə doğru. İkinci mərtəbədəyik, dəyərli dostlarım. İkinci mərtəbədə də içəri daxil olan kimi burada bizi bir dənə nəhəng yataq otağı qarşılayır. Bu aboyları dəyişməyə ehtiyac var.